Yeni doğulmuş, ilkin doğulmuşdu 2 kilo 908-də. İlkin müayinələrdə əsas uşağın dərisinin rənginə çox fikir veririk. Dərisinin rəngi çəhrayıdır. Reflekslərini yoxlayırıq. Müsbət reflekslər alırıq. Sonra uşağın baş nahiyəsindən başlayaraq müayinələri edirik. İlk olaraq baş nahiyəsindən başlayaraq uşağın müayinəsini edirik. Əmcəyinə baxırıq. Ondan sonra uşağın damaq hissəsinə baxılır. Köpücü sümlü tamdır, rahatdır. Sonra uşağımızda qarın boşluğuna palpasiya edərək, diqqət edərək qaraciyər dalar yoxlanılır. But sanaq oynağımız yoxlanılır. Ayaqlarında büküşlərinə diqqət edirik. Müayinə vaxtı reflekslərini izləyərək uşağımızın indi auskultasiya vasitəsilə ağciyərdə tənəffüsün keçiricini izləyirik. Hər iki tərəfdə tənəffüs keçiriciliyi puerildir, normaldır. Ürək tonlarına diqqətlə qulaq asırıq. Aydın, ritmiki, normal fizioloji uşaqdır.